Təzə xalat verdim, götürmədi. Özü ilə gətirdiyi xalatı giyindi, o da cipsiz. Cibləri yoxdur. Zəhimli adam oxşayır, qıracaq bizi. Gəldik. Mən elə gəlir ki, artıq boş-boş sözlərdən işə keçməyin vaxtı çatıb yoldaşlar. Bir dəfəlik bilin ki, geriyə yol yoxdur. İrəli çağırır bizi zaman. Köhnə rəhbərliyin zəifliyi yüzündən uzun illərdir kollektivdə hərc-mərcilik, özbaşınalıq hökm sürüb. Cibləri yoxdur. Hamınızı yalnız Deməli, alan deyil. Nailcə pulsuz olacaq. Uşaqlar acından qırılacaq. Kollega, qabaqlar da cipsiz xalat olur. Dədə babadan görməmişim ayol. Xəstəxananı döndərmişsiniz kolxoz bazarına. Apendisit kəsmək 100 manat, qlandanın biri 50 manat, xəstəyə yer düzəltmək 30 manat. 25 manat. Əli cibindən çıxar o taşağı. Gözümün içinə yaxşı bax, hə? 50 manat. Yox balam, çox təmiz adam oxşayır. Dünya da alsa da almaz. Tənqidə layiqdir. Rüsvaçılığa son qoyulmalıdır. Belə gedə bilməz. Qutardı sizin dövranınız. Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiniz. Qənim olsun sizə o kişinin andı. Yabrıçılığa son qoymaq lazımdır. Bundan sonra hər şey tərsinə olacaq. Hamı bir nəfər üçün. Bir nəfər də hamı üçün. Hə, sənə demədim əli o cibindən çıxar. O təşəqi. Gözümün içinə də yaxşı bax. Hamı ümumi qaydalara tabi olmalıdır. İstər həkim olsun, istər sanitar. Hoşu gəlməyən qoy. Odur. Qoy. Xalatı tərs geymişəm, siz də demirsiniz. Hey. Həkimin yeri harda olmalıdır? Xəstələrin yanında. Onda vaxt itirməyək, durun gedək ora. Cəmaatın gözü yoldadır. Hə dostlar, iş başına.